Salam hörmətli abituriyentlər, Şah Abbasın islahatları haqqında danışırıq. 1587-1629-cu illərdə hakimiyyətdə olub Şah 1-ci Abbas. Hansı sahələrdə islahatlar həyata keçirib? Hərbi, inzibati idarəetmə və vergi sahəsində. Əvvəlcə hərbi sahədə həyata keçirilən islahatlara nəzər salaq. Hərbi sahədə aparılan islahata əsasən orduda irsilik prinsipi ləğv edilir və qoşun tayfa müxtəlifliyi əsasında təşkil edilir. Tayfa başçılığında irsilik prinsipi ləğv edilir. Qızılbaşlara təkbaşına silah gəzdirmək qadağan olunur. Qoşun bir süvari qoşundan ibarət idi. Qızılbaş qoşunundan, atlı qoşunlar idi bunlar. Qulamlar uşaq vaxtı götürülüb müsəlmanlaşdırılan xüsusi qoşun növü idi. Tüfəngçilər əsasən rəiyyətdən toplanırdılar. Odlu silah işlədirdilər. Yaxşı nişançılar seçilirdi. Bir də topçular əsasən onlardan qala mühasirəsi zamanı istifadə olunurdu. İndi şagirdlərin əksəriyyətinə aydın olmur. Onlar deyirlər, müəllim, tayfa müxtəlifliyi prinsipi əsasında qoşunun təşkil edilməsi nədir? Və yaxud deyirlər, müəllim, irsilik prinsipinin ləğvi nədir? Əvvəlcə bunların nə olduğunu bilmək lazımdır ki, onların ləğv edilməsini və yaxud tətbiq edilməsini də biz anlaya bilək. İndi gəlin daha ətraflı danışaq. Deməli, Səfəvi qoşunu baxın bu formada idi əvvəllər. Yəni tayfa prinsipi ilə belə idi. Məsələn, Rumlu tayfası idi, Rumlulardı, tayfa başçısı da Rumlulardan biridir. Ustacılı tayfasıdır, Ustacılılardı, tayfa başçısı da onlardan biridir. Əfşardı, Əfşarlardı, tayfa başçısı da Əfşarlardan biridir. Həmin qaydada Pörnək, Qacar, Zülqədər, Şamlı, bunlar Mosullu, bunlar qızılbaş tayfalarıdır. Hər tayfanın da öz başçısı var. Şah Abbas nə etdi? Nə elədi? Şah Abbas bu tayfaları bir-birinə qarışdırdı. Qoşunu tayfa müxtəlifliyi prinsipi əsasında təşkil etdi. Baxın bu formada. Qarışdırdı tayfaları bir-birinə. Çünki o səs salan uşaqları müəllim ayrı-ayrı partiyalarda otuzdurur, ayırır. Müxtəlif partiyalarda əyləşdirirdi onları ki, dərsdə səssizliyi təmin edə bilsin, onları zəiflətsin. Eyni zamanda Şah Abbas da eyni taktikadan istifadə edir. Yəni, tayfa başçılığında irsilik prinsipini də ləğv eləyəcək. Yəni, tayfanın başçısı, məsələn, birinci qoşun qarışdırıldı, Ustacılı, Rumlu, Əfşar, Pörnək, Mosullu, Zülqədər və s. və ilaxır. Başçısı da tamam başqa bir tayfadan olurdu. Aydındır. Bu formada ordunu qurdu və tayfa başçılığında irsiliyi ləğv elədi. Yəni tayfanın başçısı məsələn ustacılardan Məhəmməd bəydir. Məhəmməd bəyin ölümündən sonra hakimiyyətə keçirdi onun oğlu Həsən Əli bəy. Bunu ləğv eləyir Abbas. Başçı şah tərəfindən təyin olunurdu. Beləliklə bu tayfaların bir-biri ilə çəkişmələrinin qarşısını aldı. Tayfa müxtəlifliyi prinsipini tətbiq etməklə. Şah Abbasın hərbi islahatından sonra Səfəvi ordusu tamamilə yenidən quruldu. Ordu silaha malik daimi nizam ordu yaradıldı. Bununla da Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün bir şans yarandı. Şah Abbasın inzibati islahatı nədən ibarətdir? Şah Abbasın inzibati islahatına baxsaq əgər, 1593-cü ildə mərkəzi Ərdəbil olan Vahid Azərbaycan bəylərbəyliyini yaratdığını görərik. Əgər xatırlayırsınızsa 1590-cı ildə Təbriz, Xalxal, Qaradağ, Lənkəran əraziləri qalmışdı Səfəvilərdə və həmin ərazilərdən Şah Abbas bir Azərbaycan bəylərbəyliyi yaradır. 1598-ci ildə paytaxtı İsfahana köçürür və İsfahanda Abbasabad məhəlləsi saldırır. Bunun inzibati islahatları idi. İdarəetmə sahəsində hansı islahatları həyata keçirmişdir? Daxili çəkişmələrə son qoyur, mərkəzi hakimiyyət möhkəmləndirilir və iri tayfa başçıları müqaviməti qırılır. Vergi sahəsində isə biz görürük ki, bəzi vergilər tamamilə ləğv edilir, bəzi vergilər azaldılır. Ordubad əhalisinin dövlət vergilərindən azad edildiyini görürük. Bu nə zamandır? Osmanlılarla hərbi əməliyyatlar zamanı Ordubadlılar Osmanlılara qarşı üsyan qaldırırlar. Ona görə şah da onlara bir təşəkkür olaraq onları dövlət vergilərindən azad eləmişdi. Bu, Şah Abbasın həyata keçirdiyi islahatları sizə təqdim edən bir video dərsidir. Ümid edirəm ki, ümumi bir anlayış, bir mənzərə sizin üçün yarandı. İndi isə daha ətraflı vəsaitimizdən
dərsi öyrənək. Hər birinizə zehin açıqlığı və uğurlar arzulayıram. Hələlik.